Yaxşı, 7-ci sualla davam eləyək. Kim cavab verir 7-yə? Gülçin de. Əvvəlcə A və F1 hesablayacağıq. F1-in də qiyməti aşağıda verilibdir. 5, 2, 6. Hı hı. Sonra return elə bil ki, A vuraq C. Elə bil ki, 5 vuraq 6, 30. Üstündən də 2 gələndə 32. Aha. Elə bil ki, C-nin yeni qiymətini tapdıq 32. F2-də hesablayanda F2-nin qiymətləri olacaqdı 2, 3, 32. Sonra şərtə baxacağıq. Deyir Aha. ifin 2-yə bölmə, A-nın 2-yə bölməsinin alınan qalıq 0-dır. A neçə idi? 2-də, hə 2-nin 2-yə bölməsinin alınan 0-dır. Aha. And B kiçikdir C-dən. B-dəki 3 idi, kiçikdir 32-dən. Bu da doğrudur. Şərt Aha. ödəndi. Return A plus C. A 2 idi, B-də yox. A 2 idi, C-də 32 idi, elədi 34. Aha. İf ödəndiyinə görə eləsə baxmırıq. Bəli. Yaxşı Gülçin. Əhsən. 8. Deyim. Başqa. Deyim. Mən də deyim. Deyim. 8-i Səkinə desin. Bəli, D proqramın nəticəsini müəyyən edin. İndi birinci yoxlayırıq. 3-ü vururuq 12-yə. Bu da eləyir 36. 36-dan da 25-ini çıxırıq. Bu da bizə verir 11. Hı hı. Ondan sonra keçirik şərtə. Deyir ki, if A B-dən böyük, kiçikdir, düz deyir. Ondan yenə keçirik C-yə. B-dən kiçikdir demir, Səkinə. Diqqətli ol. Aha, ondan sonra keçirik C-yə. Orada D-də də deyir ki, 2 vurulsun A, A-yımız 25-dir, 50. 50-dən də çıxır 2-sin. O da eləyir 48. 30, 48 da. 50-dən 12-sini çıxırsan. 38. 25, 12. A bərabər oldu. Bu arada A bərabərdir 3 vurulsun B. 3 vurulsun 12, 36 çıxılsın 25. 11, aha. A 11'dir. A 11'dir. B 12'dir. 11 12'den büyüktür mü? Değil. Büyük değil axı. A 11'dir, B 12'dir. 36'dan 25'in çıxdın. 11 oldu. Şərt ödənmir, axı Səkinə. Şərt ödəmir, bir də qayıdıq da. Bir də qayıtmırıq. Şuraya elsən. Hə, onun yerinə elsə düşəndə də bu dəfə də 2-ni vururuq. Ayımız 11-ə, 22, 22-ün də üstünə gələm 25-in, o da 47. Müəllim 22-nin üstünə 12 gəlir. 12 gəlir, B 12-dir. Hayır. 34 eləyir. C 34, Səkinə, print C. 34 ekrana çıxarır. 9. Deyim. Mən deyim. Deyim mən. Filiz. Deməli, birincinə baxsaq, A 37, B 25 verilibdir. A-nın 37, B-ni 25 daxil edirik. Birinci ifdə 37 25-dən böyükdür. Ona görə də print A çap olunacaq. Sonra else keçmirik. Burada ikinci ifə keçirik. Çünki iflər burada eyni hüquqludur. B kiçikdir. Deyir B kiçikdir A-dan. B A-dan kiçikdir. Onda print B çıxılsın A. 25-dən 37-sini çıxanda mənfi 12. 37 ilə mənfi 12 çap olunacaq. A var. Birincinə A variantı olur. İkinci
A19, B19. Birinci ifdə deyir, 19 böyük deyil. Gəlirik elsə, birinci elsə. Print 2 vurulsun 19, 38, 38-in üzərinə üçüncü 41. Birinci 41, sonra yenə keçirik o birincində B kiçikdir adam, B-dan kiçik deyil. İkinci elsə keçirik. Print 2 vurulsun B, 38. 41-dən 38 çap olunacaq. B variantı ikincidə də olur. Üçüncündə A22, B44. Birincində 22 44-dən böyük deyil. Elsə keçirik. Print 2 vurulsun 44 düzəngəsin 3, eləyir 91. 91 çap olunacaq. Sonra B-dan da kiçik deyil. Keçirik ikinci elsə. Print 2 vurulsun B, 2 vurulsun 44 88. 91-dən 88 çap olunacaq. Y variantı. Üçüncüdə də. Sən. Sən. Gülçin ilə Elza. Bunu düz yazmışdınız da, siz səhv eləmirəmsə. Bəli, müəllim. Mən də düzüldüm. Ha. Çətin bir şey yoxdur uşaqlar. Sadəcə bilmək lazımdır ki, şərt ödənirsə bunu yerinə yetir, ödənmirsə düş elsə. Və eyni zamanda bilmək lazımdır ki, iflər eyni xəttədirsə, eyni hüquqlu sayılır. Yəni, if eyni hüquqludursa, şərt ödənsə də, ödənməsə də, yəni yuxarıdakı if ödənsə də, ödənməsə də, sən növbəti ifə baxmalısan. Elifə baxmaya bilərsən, elsə baxmırsan, amma ifə baxmalısan. Bu iki qaydanı bilirsənsə, bu sual sənin üçün artıq heç nədir. Bu qaydalardan hər hansısa birini bilmirsənsə, müəyyən yerə qədər gələsən, müəyyən yerdə artıq ilişib dayanasın. Açıq sual olduğuna görə də qalassan belə məhətdə. Ən azından qapalı sualda bir bəlkə də nələrsə eləmək olur variantlarla. 10-cu sual. Mən bu sual sizə atmışdım, belə yazdım. O sualda elə bir dənə çatışmayan proqramda da yazdım, baxdım. Bir dənə true sözünü yazdım, mənim yazdığım əlavələrdə yox, başqa bir dəyişiklik eləməmişdim. Kim əlavə elədi? Başa düşmədim. Elə ki, kod yemir, yazmayacaq burada. Aha. Elə ki, proqramda da yazdım, baxdım. Elə başda o while şərt verir. Onun qabağına bir dənə true sözünü artırdı. Aha. Qalanlar demək olar eyni mənim yazdığım kimi idi. Harada yazdın? Müəllimdən soruşdum, o izah elədim. Hansı müəllimdən? Məktəbdəki müəllimdən. Sizin çərçivədə true yoxdur axı. True qəbul eləməyəcəklər. Tamam. Mən də yazmışdım, yarı bal vermişdiniz. Ümumiyyətlə, bu sualdan heç kim var. Mikail da yarı bal almışdı. Sən Mikaildən yaxşı yazmışdın. Babat yazın elə ikizidiniz. Sən Mikaildən yaxşı yazmışdın. Mikail də, yəni ona da yarı bal vermişdin. Bizə deyir ki, 5-ə bölünən, daxil edilmiş ədəddən sonra gələn ilk 5-ə bölünən. Gəlin ədədi daxil edək. A olsunlar. A bərabərdir. Int. Input. Bir də səviyyəsiz yazdım. Aha, bu T-dır da. T. Daxil elədik. Ədədi daxil eləyəndən sonra dərhal ədədi bir vahid artıraq. Və yaxud da int input plus 1 də deyə bilərik. Fərqi yoxdur. A bərabərdir. A plus 1 deyək. O səbəbi nədir? Çünki daxil edilmiş ədəd 5-ə bölünən ədəd ola bilər. Məsələn, 10 olsa, daxil edən ədəd 10 olsa. 15-ə bölünür axı. 15-ə bölündüyünə görə verilən şərti ödənməyəcək. Bizə deyir ki, daxil edilən ədəddən sonra gələn. 10 ondan sonra gəlmir ki, elə 10 10-dur da. Ona görə ədəd daxil edilən kimi onu bir vahid artırırıq. Tutaq ki, ədəd daxil edildi 10, bir vahid artdı oldu 11. Artıq bundan sonra biz, deyək ki, 11-dən sonra biz ilk 5-ə bölünən ədədi axtaracağıq burada. Yəni, ədəd daxil edilən kimi, 10 olmasın 5 olsun. 5 daxil edildi, bax. 5 5-ə bölünür axı. Bu 5-dən sonra gələn ədəd
anlamına gəlmir. Ona görə mütləq ədəd daxil edilən kimi o bir vahid artırdır. Ondan sonra nə deyirik? Ədəd bir vahid artırdıq. Deyirik ki, val. Mən niyə belə? Aha. Deyirik ki, nə qədər ki, həminki o A, daxil edilmiş A, fərqlidir nədən? Nədən fərqli olsun uşaqlar? 5-dən. 25-i bölməsindən alınan qalıqdan. A-nın 5-ə bölünməsindən alınan qalığın 0-a bərabər olmasından fərqlidirsə. Bəli. O belə eləyək. A bərabərdir. A üstə gələk 1. A-nı bir vahid artır. Axırda gedib dayanacaq da. Tutaq ki, A 10 idi. Bir vahid artırdım dərhal. Daxil edilən kimi bir vahid artırdım, oldu 11. 11-in 5-ə bölünməsindən alınan qalıq 0-a bərabərdir. Deyil. A-nı bir vahid artırdım. Oldu 12. 12-in 5-ə bölünməsindən deyil. 12-yi artırdım 13. 13-ün 5-ə bölünməsindən deyil. 13-ü artırdım 14. 14-ün 5-ə bölünməsindən deyil. 14-ü artırdım 15-in 5-ə bölünməsindən, bəli. Şərt ödəndi. Val şərti ödəndi. Mən burada niyə if yazmıram? If bir dəfə yoxlayacaq. Val ilə ifin fərqi oradadır. Hər ikisi şərti yoxlayır. Söhbət dövrdən gedirsə və əl-xüsusda sayğacsız dövrdən gedirsə, yəni sayğacsız dövrdə biz dövrlərin sayı bizə qabaqdan məlum olur. Valdən istifadə edirik. Mən burada götürüb if yazsaydım, bir dənə yoxlayacaqdı. A daxil edildi, bir vahid artdı, bir dəfə yoxlayacaq, ondan sonra dayanacaq. Amma valdən istifadə edirəmsə artıq şərt ödəndiyi müddətdə yoxlayacaq. Bu vəziyyətdən ondan sonra nə deyirəm? Şərt ödənməyəndə print A. Bu bir. Bu bir yol. İkinci bir yol. A ədədini daxil elədim. Bu biraz fərqli yanaşmadır. Bunu mən fikirləşdim uşaqlar, əslində bu sualları tərtib edərkən. Mən fikirləşdim, görüm bu birinci dediyimiz yol ümumi yoldur. Bunu yəni bu hamının bildiyi bir yoldur bu. Mən fikirləşdim, görüm bunu başqa cür necə eləmək olar. Məsələn, ağlıma belə bir şey gəldi. Bunlar heç yerdə rastlaşmamışam. Ədəd daxil edildi. Həmin ədədi biz 5-ə çatdırmağımız üçün nə edə bilərik? 5-ə bölünməsini çatdırmağımız üçün. Məsələn, belə deyim də, nümunə üzərində götürək. Ədəd daxil edildi 8. Mən 8-i 8-dən kiçik ilk 5-ə bölünən ədədə gətirmək istəyirəm, gətirirəm. 8-dən kiçik 5-ə bölünən ədəd nədir? 5-dir. İlk rastına çıxan 5-dir. 8-dən kiçik, tutaq ki. 8-i 5-ə gətirəndən sonra həmin o 5-i 5 vahid artırıram. Nə olur? 10. Nəticə etibarilə 8-dən sonra gələn ədəd nə oldu? 5-ə bölünən ədəd 10 oldu. Başqa nümunə deyirəm. 7 daxil eləmişəm. Biraz olsun 13. 13. Mən 13-ü 15-ə çatdırmalıyam da. 13-dən sonra gələn ilk 5-ə bölünən ədədi tapmalıyam. Bu da 15-dir. Mən 13-ü 15-ə necə çatdırıram? 13-ü özündən kiçik ilk 5-ə bölünən ədədə gətirirəm.
10'dur. 10'un üzərinə 5 cərim olur 15. Niyə mən 13'ü 15'ə birbaşa çatdırmıram? 13'ü 10'a çatdırıram, ondan sonra üzərinə 5 gəlirəm. Çünki mən 13'ü 15'ə proqram yolu ilə birbaşa çatdıra bilməyəcəyəm. Mən 13'ü özündən kiçik 5'ə bölünənə 13'ü daxil edilmiş həmin 13'ü 5'ə böləndə alınan qalıq yolu ilə tapa bilirəm. Məsələn, 13'ü 5'ə bölünəndə alınan qalıq nədir? 3'dür. Deyirəm ki, daxil edilmiş ədəddən çıx, həmin ədədin 5'ə bölünməsindən alınan qalığı və üzərinə gəl 5. Aşağıda nə yazıram? Elə birbaşa bax print. Onu biraz fikirləşdim mən. Yəni dedim ki, bilinməyən yol nə etmək olar? Bu şəkildə etmək olar. Bəlkə də kimsə fikirləşsə başqa bir yolda tapa bilər. Print elə birbaşa. Deyirəm ki, daxil edilən ədəd nədir? A ədədi. A ədədindən deyirəm çıx. Həmin ədədin 5'ə bölünməsindən alınan qalıq nəyə bərabərdir? A-nın 5'ə bölünməsindən alınan qalığı. Hətta bərabər deməyək burada. Bərabər nəyə lazımdır ki? A çıxaq. A-nın 5'ə bölünməsindən alınan qalıq nədirsə o və üstünə gəl 5. Aha. Tutaq ki, hər hansısa bir ədəd daxil elədik. 39. 39 daxil eləmişiksə, ekran çıxışı nə olmalıdır? 39'dan sonra ilk 5'ə bölünən ədəd 40'dır. 39 daxil eləmişəmsə, ekrana mən yazdığım koddan 40 çıxmalıdır. Gəlin baxaq. 39 çıxaq. 39'un 5'ə bölünməsindən alınan qalıq 4. Üstə gələk 5. 39'dan 4'ün çıxdım. 35'ə çatdırdım və üzərinə 5 gəldim. Həmişə üzərinə 5 gəlir. Baxın uşaqlar. 39'dan kiçik ilk 5'ə bölünən 35 var. 35'i tapıram. Qalıqlı bölmə yolu ilə tapıram. Proqram bunu tanıdığına görə bunu eləyirəm. Yoxsa yəni da 39'dan birbaşa ilə 40'a gedərəm da. Elə bir üsulum yoxdur deyə 39'dan birbaşa 40'a getmirəm. Elə bir üsulum olsa onu da eləyərəm. 39'u çatdırıram. 35'in üzərinə 5 gəlir. Və yaxud da 0 daxil edərik. 0 çıxaq. 0'ın 5'ə bölünməsindən alınan qalıq 0. Üzərinə gələk 5. Neçə elədi? 5. 0'dan sonra ilk 5'ə bölünən ədəd nədir? 5. Bu şəkildə. Gəlin bunların kodun yoxlayaq, dərsimizi yekunlaşdıraq. Demək, A bərabərdir int input dedik. Düşdük növbəti sətrə. Dərhal A-nı bir vahid artırdıq. A bərabərdir A plus 1 dedik. Ondan sonra dedik nə qədər ki A-nın 5'ə bölünməsindən alınan qalıq 0'dan fərqlidir. Burada deyəsən bərabər yazmışdıq. Bəli. Ona diqqət eləmək lazımdır. Bax, 0'dan fərqlidir. 2 nöqtəsini qoyduq. Yəni 0'dan fərqli olanda şərt ödənməlidir da. 0'a bərabər olsa birbaşa düşəcək printə. Bizə də lazım oldu ki, 0'dan fərqli olsun elə. Yəni qalıq 0'dan fərqli olsun. A bərabərdir A gələk 1. Bu şəkildə yerinə yetirilsin. Düşdü və növbəti sətirdə print A.
Çalışdıraq. Çalışdıraq bir işlərin nümunəsinə baxaq, keçək o videoda. Hər hansısa bir ədəd daxil eləyək. Nə problem var ki, burada? Bu keçən dəfə də ilişmişdi. Bax bu şey. Başqa qoyduq. Bax. Aha. Altmış yeddi. 70. Bu şəkildə. Digər kodumuzu yoxlayaq. A bərabərdir. Input. Növbəti sətirdə print. Nə demişdik? A çıxılsın. A-nın 5-ə bölünməsindən alınan qalıq. Üstünə gəlinsin 5. Təbii ki, uşaqlar, mən çox qısa şəkildə bunu ifadə eləmişəm. Elə özüm üçün yəni ifadə eləmişdim. Bunu biraz belə bu şəkildə sizə məsələn izah edən formada necə deyərdim bunu? Deyərdim ki, məsələn, tutaq ki, K bərabərdir. A-nın 5-ə bölünməsindən alınan qalıq. Ondan sonra deyək ki, başqa bir dəyişən bərabərdir, A-dan 10-u çıxdıq. Üstünə 5 gəldik. Sadəcə ümumiləşdirmişəm. Kiçik riyazi bir deyək ki, ifadədir. Onu da bilirsiniz. İndi bunu çalışdıraq. Mötərizənin birini az qoymuşduq. 67. Keçək Python'un özünə. Çox ilişir orada. Deməli, A daxil edildi. Ondan sonra A çıxılsın. A-nın 5-ə bölünməsindən alınan qalıq üstəgəl 5. Bu şəkildə. Birində yoxlayaq. Belə. Bu şəkildə uşaqlar.
Oldu sualımızın izahı. Belə. Sual yoxdursa yekunlaşdıraq. Bu sual yoxdursa yekunlaşdıraq. Müəllim sizdən bir söz soruşacaqdım.